ruzumuzu, bərəkətimizi, yaşayışımızı ona görə tənzim etsin. Bizim əməlimizə görə, bizim addımlara görə. İndi bu gün ona qədər içki içirsiniz, gələn il içmər. Yəni, o mən arzulayıram sizə. Çünki Allah bəyənən insanlar belə içkidən, haramdan uzaq olsun. Mən bunu həqiqətən silqürəmə sizə arzulayıram ki, yavaş-yavaş. Mən desəm ki, bunu bu gün at, yalancı çıxadım, sən də məndən 5 qədər, onu atmayacaqsın. Amma arzu edirəm ki, yavaş-yavaş Allah özünüzün qəlbinə salsın o günü, o zamanı. Ailə uşaq sahibi olasınız, nə bilim, uşağınız qaçsın ki, atam gələyib. Yəni, bunlar gözəl nimətlərdir, olsun Allah. Bunu hər adama arzu eləməsin. Yəni, mən bunu təmiz qəlbinə sizə arzulayıram. Allah hamımızın canını sağ eləsin. Əsas odur ki, bugün hamının Allah şahidi ki, bir soruşmuşam ki, kimin valideyndir rəhmətə gedir. İndi bir nəfər var, adını çəkməyəcəm, soruşmuşam. Çünki utanaram da, mən ona eşidərəm, bilərəm, ona başsağlığı verməliyəm, orada iştirak edirəm. Əsas valideynlərimizi qorusun, böyüklərimizi qorusun. Əsas, yəni mən onu bilmək istəyirəm ki, əsas bizi böyüdən, bizi başa çatdıran, bizi buraya məqsəd nədir? Sinif, məktəb, ətraflar boş yerlər. Valla burada çox adam olar. 179-un da ki, yarısı burada olar. Amma yenə seçmə adamlardır, seçmə özümüzü. Elə özümüz də bundan sonra inşallah bir yerdə... Daha çox burada kimsə niyyətə olub gəlmək istəyirdi, prosto nəsə işlə... O başqa məsələ, o başqa Allah'ın başına avan eləsin. Əgər kimsə ürəyi burada olsa, Allah'ın başına Öpürəm, ayət olsun. Təbrik edirəm. Allah xeyir işindir. İnşallah canını salamat eləsin. Sağ ol. Sağ ol. Sağ ol. Sağ ol.